Şveysariyada oxutdurur. Orta məktəb. Bunlar orta məktəbi hələ institut zad demirəm, orta məktəbi. Və əgər İnstitutu da indi İngiltərədə qutarıblar, orada yaşayırlar. London vətəndaşıdırlar. İndi hələ bir fikirləşin. Londonda. Niyə məmurlar Azərbaycanda balalarını oxutmurlar? Ona görə ki, Azərbaycanı təmizləyirlər. Nə qədər millət kütləşsə, təhsil olmasa, onlar fikirləşirlər ki, bu aşağı təbəqəni təhsil nə lazım? Elə malla, heyvanla, elə hambalçılıqla başlarını girəyəcəklər də. Bunlar, bu ki, Rumıniyanın İlham Əliyev də onu deyir də. İlham Əliyev görmürsən nə deyir? Deyir, gedin deyir, tikintidə işləyin, ya da gedin deyir, tarlada işləyin. Başqa iş yoxdur. Nazir, millət vəkilləri, sonra prokurorlar, gömrük işçiləri bunların yan yörəsi olmalıdır. Xalqa İlham Əliyevin təklifi odur ki, niyə iş yoxdur ki? Gedin tikintidə işləyin, bir də tarlada işləyin. Elə işləmək yaxşıdır İlham Əliyev. O qızlarının ərləri getsin. Nazirlərin balaları getsin işləsin də, niyə işləmirlər? İşləsinlər də tikintidə, niyə işləmirlər? Tarlada. Ay qardaş, cavan gəlinlər, qoca nənələr, qadınlar orta yaşlı. Hamısı gedib bunun teplisalarında 10 manat, 12 manat, 13 manat belə işləyirlər. Xeyirdirmi? Niyə? Niyə işləsin ki? Sosialını pul verməlisiniz. Bax, gör bu adam prezidentdən yuxarı salır ha. Gör, buna görə prezident ailəsi, Əli Nağıyev hamısı söylür, buna heç nə demirlər. Gör, Azərbaycan nə günə düşübdür? Durun, millət. Vaxt gələcək, çox gec olacaq. İrandakı da Azərbaycandır, Azərbaycandakı da Azərbaycanlıdır da. Durun ayağa da, nəyə gözləyirsiniz? Ağatda oğlanca gəlib eləyən deyil. Durun, yəli eləyin Azərbaycana. Azərbaycanı yaradan, Azərbaycanı yaşadan vaxtı ilə kişilərin törəmələri sizi, onlar yaratdı, qoydu, getdi, siz də indi verəcəksiniz Yezidi Kürdlərin əllərinə. Bunlar bir dənə qabaqlarına sel qoyurlar ki, Azərbaycanı məhv eləmək, Azərbaycan millətini məhv eləmək. O səviyyə gətirib çatdıracaqlar ki, o səviyyə Azərbaycan millətinin sayını ki, da başının kivinini qovalayacaq. Başqa heç nə. Bilirsən, o dərəcə gətirib çatdıracaqlar ki, daha fikirləşməyəcək ki, duraq nəsə də deyək. Elə qul olacaq da, qul. Qul da olub da, qul kimidir da. Bir də kimin ağzına biraz həftədə bir dəfən ət dəyir, ya ayda bir dəfən deyirək nəyimə lazım, biraz işim var, çörək pulum var, bəssi. Bizim milləti qıran budur, bax, bu fikirdir. Bir-birinə dayaq deyil. Amma müharibə olanda tökülüşdülər, çiyin-çiyinə getdilər, vuruşdular, torbağı geri qaytardılar. Amma indi torpağın içindəki erməniləri təmizləyə bilmirlər. Polis də ki, 60-70% Kürdlərdir. O polis ki, Azərbaycan oğlunu, qolunu burub aparır, qıraqdan ki, kamera çəkənlər var, video çəkənlər, onların hamısı ermənidir, mən deyirəm. Kamera çəkdiyinə, bıçağı çək, sox qarnına da, doğruyun da. 5 nəfər polisin üstünə 20-30 nəfər qıraqdan durub video çəkirlər. Xeyirdirmi? Siz niyə qoyursunuz ki, polis onun maşına bassın, aparsın? Aşif, onu biraz üstü örtülədikdən sonra şikayət eləməsin. Nə qədər dillənməyəsən, deməyəsən. Adam, mən buradan videolara baxıram, dəli oluram. Birini soxurlar maşına, 15-20 nəfər də qıraqdan baxır. Tökülü üçün təpişirlərin altına qoyun, geçsinlər də. Elə deyil. Maşınını körün də. Video çəkirlər.
sevinirlər.